Salam doktor. Salam, Sizə bir neçə suallarımız olacaq. buyurun. Baş ağrısı həmişə beyinlə bağlı bir problemdir. Xeyr, baş ağrısı həmişə beyinlə bağlı problem deyil. Baş ağrısı stres, gərginlik zamanı, boyun fəqərələrindəki olan problemlər zamanı, sinüsit zamanı, görmənin zəifləməsi zamanı, anemiya zamanı ola bilər. Biz bu zaman pasientlərimizi oftalmoloqa, lora terapevtə və digər ixtisas həkimlərinə yönləndiririk. Bəs doktor, kofe içmək baş ağrısını hər zaman azaldır? Bəzi baş ağrılarında doğrudur, kofe içmək baş ağrılarını azaldır, məsələn miqren baş ağrıları. Ancaq mütəmadi olaraq bunu qəbul etmək ağrılarınızın tezliyini artıra biləcəyindən tez-tez qəbulu məsləhət görmürük. Son olaraq, baş ağrısını hər zaman dərmanla kəsmək lazımdır? Xeyr, tez-tez ağrı kəsici qəbulu məsləhət deyil. Bəzi xroniki baş ağrılı pasientlərimiz həftədə 2-3 dəfədən artıq ağrı kəsici qəbul etdiklərini deyirlər. Ayda 8 və bundan çox ağrı kəsici qəbul edən pasientlərdə drug overuse headache deyilən bir baş ağrısı növü əmələ gəlir. Buna görə biz ağrınız əgər çox şiddətli deyilsə, hər dəfə ağrı kəsici qəbulundan uzaqlaşmağınızı məsləhət görürük. Ağrılarınızı isti-soyuq kompreslə, açıq havada gəzinti və istirahətlə kəsməyinizi məsləhət görürük. Əgər xroniki ağrılarınız varsa, ağrılarınızla barışmayın, nevroloqa müraciət edərək ondan can qurtarın. Təşəkkür edirik doktor.